Bizdə Koroğlu deyəndə təsəvvürümüzdə gedib kiminsə var dövlətini əlindən alan quldur, oğru canlanmır. Əksinə yenilməyən, deməli, həqiqət qarşısında ölümdən qorxmayan, çəkinməyən, üstəlik hələ Koroğlunun sazı da var, o insanları mədəniyyətə səsləyir, insanları, məsələn, maksimum dastanlarda siz fikir verin, o vuruşmadan, döyüşdən kənara qaçır, yəni cəmiyyət üçün müsbət impulslar verir, eyni zamanda onun dastanında olan, Qaçaq Nəbi haqqında dastanda bir balaca zəifdir, ancaq Koroğlu dastanında olan şeirlər çox yüksək poetik nümunələrdir. Onu çox nəhəng sənətkarlar o şeirləri yaradıblar, Koroğlunun adını onlar ifa olunur və artıq bu milli bir kimliyə, milli bir şəxsiyyət vəsiqəsinə çevrilir və sırf onları biz tarixi şəxsiyyət kimi müzakirə etmirik ki, bu günümüz üçün də nəticə çıxardaq. Bu söhbətlər gəlir, çıxır Həcər Ələkbərovun reaksiyasına, özünü Nəbi ilə Həcərin kötücəsi kimi təqdim edən Həcər Əkbərov, mən onu tanıyıram, o vakulistdə işləyəndə də biz ondan müsahibə almışdıq, çox maraqlı söhbətlər eləmişdi. Onun bu yaxınlarda mətbuata verdiyi açıqlamada da deyir ki, Qaçaq Nəbi Naxçıvanda da fəaliyyət göstərir. Belə görünür ki, o Sərdar Cəlaloğlunun ulu babasını səhvlərə görə cəzalandırıb və Sərdar Cəlaloğlu ona görə Nəbiyə qarşı belə bir mövqe tutur. Təbii ki, bu fakt da məndə bir dodaq qaşdı yaradır, ancaq bilirsiniz, belə münasibətin belə də reaksiyası doğula bilər. Bir də nəyi demək istəyirəm Sərdar Cəlaloğlu ilə bağlı, onun çıxışları məndə mədəniyyətə istiqamətlənən, yəni Koroğlu dastanını belə deyək, hədəfə gətirən çıxışları və bir də ümumiyyətlə Nəbi və tarixi şəxsiyyətlər Babək haqqında çıxışları məndə bir Usta Zeynal təəssüratı yaranır. Yəni, niyə Usta Zeynal və ona görə ki, Sərdar Cəlaloğlu da bir siyasi partiya rəhbəridir və özünə aid olan sahə ilə məşğul deyil, siyasi fəaliyyəti çox məhduddur. Bu problemlərdən danışmaqdan, hakimiyyətə alternativ, çox ciddi, məsələn, konsepsiyalar ortaya qoymaqdan, ölkənin daha tali yüklü, bu günlə bağlı məsələlərini müzakirə eləməkdən əlində bir qılınc tarixin üzərinə gedir və onlardan danışır. İndi siz sual verə bilərsiniz, Usta Zeynalı Mirzə Cəlil daha çox cəhalət nümunəsi kimi vermişdi, ancaq Sərdar Cəlaloğlu savadlı, intellektual bir insandır, bildiyim qədər həkimdir. Bəs bu necə Usta Zeynal ola bilər? Ola bilər. Mirzə Cəlil Usta Zeynal'la təkcə cahil bir obrazı yox, həm də özünə dəxli olmayan, bu günümüzə aid olmayan, hətta inkişafa, tərəqqiyə mane olan söhbətlər eləyən bir insan obrazı yaradır. Və bu mənada mən Sərdar Cəlaloğlu doğrudan da hər dəfə, belə deyək, günümüzə o qədər də aidiyyəti olmayan məsələləri müzakirə eləyəndə Usta Zeynala bənzədirəm. Allah axırın xeyir eləsin.